Deməli, hamınıza salam dostlar. Mən kanalım artıq bugün Ocean Bıçaq Panzer Matilda zat çəkəcəm. Gördüm. 140, 160. Çəkəcəm. Bugün də belə şəkildə, nə bilim, və səhər saat, nə deyim, 10'da, elədir. Bunun da bir də rəngi var. Səhv çox olur. Mən niyə hər işə səşədə olaraq deyəsəm ki? Gördüm. Aha, все düzəldi. Bugün elə belə War Thunder çəkəcəm. Sıxıldım, dedim War Thunder oynayıyorum. Dedim həm də video çəkim. Polonya'da mən biləm. Belə də yaxşıdır, amma romb qoyması daha yaxşıdır. Onun rombu var. O səviyyədəkilər qıramır. Deməli, dön. Kız nimə öyrədi? Çəkilir oraya. Nə çəkilir? Söyledim. PK'ya baxın bir dənə, sağ PK'ya baxın. Yuxarıdadır. Pingin yanında. Görürsünüz də qırmızı. Necə oynayım? Niyə 31 dənə idi, bilmədim. Siz bunu görərsiniz. Bunun başı niyə gec dönür? Çünki bilmirəm neçə tondur. Niyə gedir? Və raket də patlada biləcəm mi? Oyda, neymədi? Neyse, bu yüklənsin elə. Bu sözünü. Bu çıxsın. O Turan bütün mənim əsəbimi oynatdı. Məndə də var, Nə bilim, əsəbimi oynatdı məni. Matilda ilə oynayamamışdıq, yadınızdadırsa şey qalmışdı, yarımçıq qalmışdı. Elə bir Matilda ilə girdim, sonra havaya girdim. Matilda niyə bu qədər pis gedir, sürət pisdir? Niyə? Sürət pisdir. Başı dönməyi də pisdir. Mən bomba xoşlamıram da. Nəyə partladı bilərəm? Ama giyim seni. Neyse, patlattılar ondan.
Döyüş 1 kill aldım. Bu döyüş. Ama ev yoktu. Yani bir ne bileyim belə də çox ola deyə bilmərəm bütün. Və yani Arieta ilə girdim. Hə, girmişəm. Bala, bunu əslində çox deyə bilmərəm. Çox deyə bilmərəm də, elə bir sərfəli təklifdir. Yəni platin endirim cadı da yoxdur burada. Neçə istəyir? 4053 dollar. Haradasa 50 dollar zad belə istəyir. Amma yenə də açmayın. Yəni bunun düşürtmə şansı çox pisdir. Yəni indi bunlar indi tutaq ki, indi bu sizdə var. Olmasa düşəcək. Yəni imanlı tank düşməlidir də, yəni belə ola bilməz. Yəni imanlı bir dənə tank düşməlidir. Mənə bu da düşdü. Sonra 120.000 gümüş də düşdü mənə. 450 qızıl yox, düşmədi. Onun əvəzində mənə 304 dəfə 500 warbond deyə bir şey düşdü. Oyda bu şey almaq istəyirəm. Yaxşıdır. Və 1000 dənədir. Lazım deyil. İndi fikrimi dəyişdim. Lazım deyil. Bir dəqiqə deyən. Bu piratlar üçündür. Yoxsa niyə gətirirdilər bunu? Piratlarda bunu da gətirdilər. Amma bir dənə pislik səviyyəsi 7-dir. Amma puşqa, yəni puşqa çox uzundur. Yəni bu da bildiniz nə? Bu da belə uzanır ha, bu. Çox uzundur, həddindən artıq. Niyə 2 dənə palet var bir dənə şeyində? Bir dənə mən buna vurmaq istəyirəm. Nə ilə? Bu tierlə yox. Kv7 13. Yaxşı olsun bu. Yanına. Oyda gəlmir özdə. Oy, qabaq qırır. Və ulomdan atır. Nə, bir dəqiqə. Ulomdan atılır ki bu. 3 bayım yox, 3 bayım 46. Nasıl? Yəni güllə partlayıb ölür. Objekt düşə bilər məncə 13-cü tierə. Çünki məndə düşür. Yəni dən baxım temperatura.
Net. Deməli, bir də burada T34 prototip var. Bunu da o birisini alaram, başqa heç. Ya da məsələn buradan belə keçdim 2 dənə bu. Açdım bununla. İndi bu da sanki indi bu düşdü. Düşdü bu. İndi yaxşı olardı. Bir də gördüm bu düşdü. Əlbəttə ki bu düşməsin ki 0.27% düşənməz. Yəni düşünün də bir dənə. Bu belə 1.1%dir düşürtməsi. Amma bir dəqiqə. Fərqlidir. Onlar fərqliymiş. Məsələn bu mənə, yəni yadınızdadırsa mən bir dəfə post paylaşmışdım. Orada deyirdim ki, в общем 10.4'dür şans. Düşə bilmə ehtimalı nə bilim nə. Bir də 18 olmuşdu ehtimalı. Bu yəni 18%-dən belə mənə düşmədi, amma 6.4%-dən mənə düşdü. Bu necə olur? Yəni mən ona bir dənə baş açmadım. Başqa hər şeyi açaram, yəni. Bir də ona baş açmadım ki, mən niyə 18%-dən vermirsə, 21.4% idi. Prosto şeydir. Adı nədir? Gördüm şeydir, düşmədi. Mən də deyirəm ki, ayda, yəni pis oldu, nə düşmədi. Ondan sonra o biri sezon, yəni o sezonda elə bil nə idi? Nə atırdım mən orada? Mən bilən CV90-105 TN atırdım. O belə Arieta PSO kimi idi də. Amma bildiniz də, baxın, güllə burada olanda, yəni başı elə bil buradaydı. Puşkası da uzun idi da, bildiniz nə demək istəyirəm. Bunun kimi idi. Hə də elədir. Yəni CV-yə oxşuyur da, CV. Belə səsim belə qəribə gəlirsə, o bilin ki, tezdən, yəni şey durmuşam, səhər də elə bil. 8:45-də, ona görə də mənim səsim dəyişik olur. Belə səhər vaxtı belə duranda. Amma dostlar, bir dənə fərqi budur. 6.1 saniyə, 6.5 saniyəyə yüklənməsi, onda sonrası 5 saniyə idi. Dostlar, deməli saxladığım, bir də video saxladım, bir dənə şey eləməliydim. Bir dənə işim var idi, onu elədim. 2 saniyədə indi. Götürdü oyundan attı məni. Niyə bilmədim. Niyə attı məsələn oyundan? Hələ də bilinmir. Səs sizə çox gəlsə bilin, plus olsun səsi də. Ona görə. Hayır, baxım görüm atacaq, yoxsa yox. Ne atır lan ya?
Deməli. Nasar da yapmışım. Bu. Heç dostlar. Heç nə olmur. Yox. Heç nə olmur. Heç nə olmur. Ayağı dostlar boş şeydir. Elə belə at. Elə belə at yazacağım. Hadi. Abi. Da. Bilmədim. Mən normalda bunu mən yaratmışam ya. O tohul bunu da mən yaratmışam. Neyse. Dostlarımın Orbata 5 ilə oynayamıram ya. Bu raketini atmaq çətindir. Niyə elə də bəyənmirəm? Konsept. Max eləmişəm həmişə çəkəm. Bir də Vartandır öz ad günündə TOG2 zad verirdi. Zirni 1 də aldım, TOG2'ni də aldım. Ariyata pesoda oluyor. Dakika. Tam Supremo. Bunun hiç şey yoktu. Tabii yani bazıları öyle bilmiyorum. Kaldıra bastım. Şimdi bakacağım. Bir dakika ülke bayrakları. Var. Ah yapıştırdım. Məndə İngiltərə, bir dənə də İtaliya açılmış. Elə belə yapışdıram stiker belə zət. Bittim. Bir de gittiğini görüyorum. Öbürü ölçülerde de o şeydi. Yok, nasıl? Deməli tank açanda məndə də bir dənə stiker açılır. Ben de buraya yapıştım. Challenger'a yapıştırmışım ama ha buna da İtalyandı ayda ben buna tapmamışam diye İtalya şey yapıştırmışam. Şimdi tapmışam da yapıştırabilirim.
Kaldır. Ülke bayrakları iptal. Bayrak görünmüyor. Bir tane daha. Biliyorsun mu? Bende de. Biberon. Oldu. Çekilin. Saat bir dakika 10:16'dır. Benim görmem saat düşecek. Böyle Stalingrad, Polonya. Oho, Stalingrad dedim o dakika. Stalingrad işte. Ben bakayım canım hala bu nasıl değil mi? Bir dakika. Yok şu. Yok. Mesela çok uzun atın diye. Şöyle bak. Kaçtım buraya. Kaçırdım. Ben başıma düşüyor. Ses kim eləyir? Ve sunucu bağlantısı koptu. Qardaş, mən oyuna girmək istəyirəm. Profil yox, güncəllənir. Nədir? Ayda internet getdi. Bir dəqiqə deyəm. Yaxşı dostlar, sağ olun. Mən Kalamardı